Salam əziz və dəyərli soydaşlarımız. Bir daha hər vaxtınız xeyir olsun. Güney Azərbaycan Qurtuluş Partiyasının Qurtuluşun sözü ilə birlikdəyəm sizinlə. Mən Eldar Qaradağlı. Əziz soydaşlarımız, demək ki, son günlərdə çox önəmli bir mesaj verildi məhbuslarımızdan. Məhbuslarımızın tərəfindən nümayəndə olaraq, daha doğrusu, Vədud bəy Əsədinin evin zindanından çox bir anlamlı mesajı verildi və bu mesaj üzərində təbii ki, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq bitəfavut qala bilməzdik və bunu işıqlandırmaq bizim ən böyük görevlərimizdən birisi. Çünki Əsədi kimi insanlarımız bilirsiniz ki, demək keçən həftələrdə 47 gündən sonra acılığına son verdi və Təqavi bəylə birlikdə bu acılığı sürdürdü. Ondan sonra da bir neçə soydaşımız bunların aksiyalarına, aclıq aksiyalarına qatıldılar. Hər halükarda milli hərəkatımızın başçıları, milli hərəkatımızın aparıcıları xahişli ilə nəhayət bunu sındırdılar. Bu təbii ki, Vədud Əsədlər bizim yeni nəslimiz və Vədud Əsədlər bizim Azərbaycan milli hərəkatının yeni aparıcıları olaraq çox gözəl bir tutum ortaya qoydular. Yəni Azərbaycan milli hərəkatının möhkəm ayaqda durmasını həm psikolojik baxımından, həm Güney Azərbaycanın prestijləri baxımından çox önəmlidir. Və biz də partiya olaraq arzumuz budur ki, bizim bütün milli hərəkətçilərimiz hamısı bu tutumu nəzərdə alıb və bu tutumun üzərindən hərəkət etsinlər. Biz Vədud bəy Əsədinin bu tutumunu çox bəyəndik. Baxmayaraq ki, demək Türk dövlətlərinin başçılarına mesaj verir və onları bu yeni il münasibəti ilə və həmrəylik günü münasibəti ilə təbrik edir. Amma onun mesajının altında bir Azərbaycan milli hərəkatının mesajı vardı. Azərbaycan milli hərəkatının bir sitəmi vardı. Biz o sitəmi birlikdə görək və birlikdə demək ki, o sitəmlə paylaşıb və tanış olaq. Ondan sonra neçə dəqiqələrdə mən sizinlə danışacağım. Mən xahiş edirəm texnik otağımızdan və Əsədi bəyin o danışığını, hardasa 5 dəqiqəlik bir danışıqdır, o danışığını, mesajını bütün qoysun və biz əmanətdarlıq edib və o əzizimizin səsini millətimizə çatdırmış olaq. Ondan sonra görüşüb və danışarıq. Lütfen bunu qoyuz, bu videonu. Bir olan qadir və mütəal Allahın adıyla. Salamlar və saygılar, hörmətli və dəyərli səsimi eşidən əzizlər. Kirismas və Janviyə münasibəti ilə qulluğunuza çatmışam və birinci vəhlədə Kirismas bayramı bütün Məsihiyyət inancına malik olanlara, dünyanın hər bir nöqtəsindəki yaşayırlar və bütün bəşəriyyətə və insaniyyəti düşünüb və bu baxışla haqqaniyyət və ədalət kənarında yer alıb və tapdalanmasına qarşı olub və bütün siyasətlər ki, aparılan cinayətlər və savaşlara yol açır, ehtirazlarını bildirib və ona mane olmağa çalışanlara, şərəfli hər bir Məsihi inancına bağlı olan insanlara mübarək olsun. Savaşlara son və sülh və barış bəşəriyyətə arzulayıraq. Vicdan این تماس از زندان اوین می باشد. Vicdanlı və insaniyyətə və ədalətə dəyər verən və ehtiqadı olanların bayramı hər bir yerdə olmağına baxmayaraq, bizim də bayramımızdır və hörmətimizə layiq və bu baxışla və münasibətlə Kirismas bayramı mübarək olsun deyərəm. İkinci və mənə önəmli və əhəmiyyətli məsələ sayın və hörmətli Türk millətinə və özgür dövlətlərinə ki, Janviyənin birinci günü ilə yeni və təzə bir il başlanır və bu bölümdə yer alan Türk millətinə bu Janviyə bayramın qutlu və mübarək olsun deyərək Allahdan gələn günlərinizi xeyirli və bərəkətli və uğurlara və sevinclərlə dolu
bir il arzulayıram. Mühim ve önemli sözüm müstəqil Türk dövlətlərinin sayın ve hürmetli başbakanlar kardeşlerindendir. Değerli ve sayın Türkiye Cumhuriyeti'nin Başbakanı hürmetli Recep Tayyip Erdoğan. Değerli ve sayın Azerbaycan Cumhuriyeti'nin Başbakanı hürmetli İlham Əliyev. Değerli ve sayın Qazaxıstan Başbakanı hürmetli Qasım Jomart Tokayev. Değerli ve sayın Qırğızistan Başbakanı hürmetli Sədr Cabbarov. Değerli ve hürmetli Türkmenistan Başbakanı sayın Sərdar Qurban Bordiməhəmmədov. Değerli ve hürmetli Özbekistan Başbakanı sayın Şövkət Mirzayev. Ve değerli ve hürmetli Macaristan Başbakanı sayın Tamaş Şoyk. Öz adıma ve İran adlanan ülkenin içinde yaşayan milyonlar Türk milletinin tarafından canlıya ve yeni bir il başlanışın siz aziz kardeşlerime tebrik deyirəm. Sizin çinlerinizde büyük ve önemli ve hassas bir yükü daşıyırsınız ve bu büyük emanet Türk milleti ve Türk dünyasının qədəri ve taleyidir. Ve bu gemini saadet ve emniyet sahiline çatdırmaq mümkün olmaz məgər sizin himmet ve çalışmalarınızın sayesinde ve min elbette Türk Cumhuriyetlerinin işbirliği. Sizler Türk dünyasının önünde giden liderlersiniz. Bu büyük nimetin ve vazifenin qədrini bilip ve yarattığınız birliği gücləndirir ve bütün Türk dünyasını düşünüp ve bugün ve geleceklerin siyasetlerini yazmalısınız. Şəksiz ve şüphesiz bütün Türk dünyasının gözleri sizin işbirliği ve seçtiğiniz siyasetlere dikilip ve evvel Allah sonra sizlere ümit bağlayırlar. Türk milletinin derdilerin ve yaraların görüp ve düşünüp ve merhem tapıp bağlamalısınız. Siz sayın kardeşlerime isaret kahından isaret edip tanışıp ve ürək sözlerimi gönderirim. این تماس از زندان اوین می باشد. Ve fəxr edirəm siz milletimizin başçılarına ve sizlerin vətən ve millet yolunda uğurlarınızı Allah'tan arzulayıram. Əsrimizin ve bugündəkimizin milletimizin yaraşıqlı ve değerli olanlarısınız. Milletimizin istiqlaliyyəti ve saadet ve şərəflə yaşamaq bayrağı sizlerin elinizdedir. Bir daha evin dustağından miladi ve camiye bayramı ve ilin təzələnməkin siz aziz kardeşlerime ve bütün Türk milletine tam səmimiyyətinlə ve ürəkdən təbrik deyir ve yaradandan hamınıza can sağlığı ve uğurlar arzulayıram. Ve umudumuz var ki milletimize ve tariximizə yaraşan ardımlarınızla yeni bir səhifə açıb əcdadımız tək bəşəriyyətə faydalı ve təsirli ve değerli olup ve özünüzden bir görkəmli iz bırakırsınız. Sağ olasınız, sağ yaşayasınız. İran, Tehran, evin isarətgahı, Vədud Əsəd. Bəli, əziz və dəyərli soydaşlarımız. Vədud bəy Əsədinin ürək sözlərini ki, dediyim kimi sadəcə özünün sözləri də idi. Yüzlərlə məhbusumuzun və rejimin zindanlarında, işgəncəgahlarında demək ki, millətimizi, milli hərəkatımızı müdafiə edən igidlərimizin tərəfindən səsləndi. Bu səslənişdə əlbəttə ki, böyük bir məna vardı. Bu mənanı mən ümid edirəm ki, bizi eşidən, bizi dinləyən insanlarımız, əzizlərimiz başa düşsünlər. Məsələ, hər hansı bir yalvarış yox burada. Hər hansı bir ufanıq tərpəniş yox burada. Sadəcə və sadəcə bir Türk başçısının, bir Türk dövlət başçısının, Türk dövlət Cumhurbaşqanının vəzifəsini ona yetirməkdir. Bu əzizimizin hardasa demək olar ki, bundan artıq işgəncə görəcəyini, bundan artıq tapdaq altında qalacağını təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, ola bilər ki, sabahlar görsünlər biləsin, edam etsinlər, görsünlər biləsin, dardan assınlar ki, sən niyə Türk Cumhuriyyət başqanlarına müraciət etdin? Amma Vədud Əsədi
özünü düşünmədi. Vədud Əsədi və Vədud Əsədi kimi bizim əzizlərimiz, bizim milli hərəkatımızın öncülləri bunu düşündülər ki, biz əgər bu günləri şəm olacaqsa, əgər bu günləri demək yanacaqsa, o millət bizim işığımızdan ayağa qalxıb bizim işığımızdan gələcəklərini təmin edəcəklər, gələcək müstəqil dövlətçiliklərini quracaqlar. Açıq aydıncasına bunun illik müraciəti özü də Tehranın, faşizmin demək olar ki, mərkəzi olan Tehran zindanının içindən Türk dövlətlərinə mesaj verməsi, Azərbaycan milli hərəkatının Türk dövlətlərinə mesaj verməsi kimin anlaşılmalıdır. Bu günləri evin zindanında Vədud Əsədini sevən, sevməyən bizim demək ki, başqa əzizlərimiz, başqa yiğitlərimiz vardılar orada. Abbas lisanlarımız var orada. Orada demək olar ki, əzimi qədimələrimiz var burada. Biz ola bilsin ki, bir-biri ilə münasibətlərində də xoş əyyam zaman demək ki, qaramsızlaşıbdır. Zaman bir-biri ilə qarşı gəliblər. Amma bunların hamısının bir niyyəti, hamısının bir hədəfi, hamısının bir amacı, bir ülküsü var. O da Türklük və Türk dünyasına aid olduqlarını göstərmiş olurlar. O eləyə bilərdi oradan Cənab Pezeşkiyana da müraciət etsin. Desin ki, bu da Türkdür. Amma Cənab Pezeşkiyan bir Türk Cumhurbaşkanı deyil ki. Cənab Pezeşkiyan bir faşist sistemin paniranist, panfarsist, şuubi sistemin Cumhurbaşkanıdır. Ona müraciət etmədi. Bu tərəfdən Tugayev'a müraciət edir. Tugayev'a müraciət edir. Bəlkə də Tugayev ömür boyu, həyat boyu demək olar ki, heç Vədud Əsədini düşünməsin. Olsun, düşünməsin, amma Vədud Əsədi onu düşünür. Vədud Əsədi kimi insanlar onu düşünürlər. Ondan sonra daha doğrusu necə deyim, bu Cumhurbaşkanlarının tək və təkini düşünürlər. Azərbaycan Cumhurbaşkanından tutmuş ta Qırğızistan Cumhurbaşkanına qədər düşünürlər bunu. Yəni bu demək istəyirəm ki, bizim milli hərəkatımızın nəbzi belə vurulur. Bizim milli hərəkatımızın nəbzi Türk dünyası ilə vurulur. Milli hərəkatımızın nəbzini anmaq, düşünmək lazımdır. Milli hərəkatımız yalvarmır. Öz Cumhurbaşkanına belə, öz əzizi belə, Azərbaycan Cumhurbaşkanına belə yalvarmır. Azərbaycan Cumhurbaşkanına qardaşım xitab edir və qardaşım xitab elədiyində o qardaşın vəzifəsini, görəvini ortaya qoyur. Azərbaycan Cumhuriyyət Başkanı qalsın bir tərəfə, Türkiyə Cumhurbaşkanına, Sayın Tayyip Erdoğan'a müraciət edəndə demir ki, sən mənim eləm, sən mənim beləm, sən mənim başım, sən mənim yox. Deyir ki, demək ki, Cumhurbaşkanımsan, mənim dövlətimin Cumhurbaşkanısan, amma vəzifələrimi bilməlisən. Vəzifələrimin ən böyük vəzifələrimin Güney Azərbaycana aid olur. Və Güney Azərbaycanı bilməyən, Güney Azərbaycanı tanımayan, Güney Azərbaycanı gündəmində, siyasət alanında demək ki, yükləməyən əlbəttə ki, istər-istəməz vəzifəsinə demək olar ki, tam olaraq yerinə yetirmir vəzifəsini, görəvinə tam olaraq hakim deyil deyə düşünür. Vədud Əsədinin və orada olan əzizlərimizin dediyim kimi Abbas lisanəsindən tutmuş ta bəs ki, əzimi qədiminə qədər bunlar fərqli teyflər ola bilər, amma hamısının bir sözü, hamısının bir qibləsi var. O da Türk dünyası qibləsidir, o da Turandır. Və müraciət etdikləri də şəxslər, hər kim olursa olsun, daha doğrusu Türk Cumhur rəhbərləridirlər. Türk Cumhur rəhbərləridirlər. Bəlkə əgər Vədud Əsədinin bir baləcənə ufanıq bir demək davranışı olsaydı, özünü düşünsəydi, Tayyip Erdoğan'a deyil, İlham Əliyevə deyil, daha doğrusu başqa bizim Cumhurbaşkanımıza deyil, Cumhurbaşkanlarımıza deyil, dediyim kimi Tehrana göz dikib və Tehrana
müracaət edərdi. Amma o bilir ki, onun qibləsi ora deyil. O bilir ki, onun qibləsi fas faşizmi deyil. Onun qibləsi Türk dünyasıdır və Türk dünyasına müraciət edir. O bugünün düşünmür. O sabah millətini düşünür və sabah milləti əsasındadır ki, hərəkət edir. Və eşq olsun bizim zamanlarımıza, bu gənclərimizə. Eşq olsun bizim bu yiğitlərimizə. Bu yiğitlərimizə sahib çıxmaq lazım. Bu yiğitlərimizi fikrini, düşüncəsini mənimsəmək lazımdır. İstərsə demək ki, Qırğızistan Cumhurbaşkanı olsun, istərsə Qazaxıstan Cumhurbaşkanı olsun, istərsə Üzbəkistan olsun, istərsə Türkmənistan olsun, istərsə Kuzey Kıbrısımız olsun, Cumhuriyyətimiz olsun, istərsə Türkiyəmiz olsun, istərsə canımız Azərbaycanımız olsun. Kim olursa olsun, ancaq və ancaq öz milli vəzifələrini siyasi vəzifələri ilə birlikdə yürütməlidirlər. Çünki orada 40 milyonluq bir Türk milləti vardı. 40 milyonluq Azərbaycan Türk milləti vardı. Bu Azərbaycan Türk millətini görmədən, bilmədən, hərəkət etmədən nə Türk dövlətləri təşkilatları böyük bir məqsədinə çata biləcəkdir. Nə də düşmənlərimiz bu demək ki, fəzadan icazə verəcəklər bu dünyamız, bu tərkibimiz öz yerini almış olsun. Bilirsiniz, əzizlərimiz, düşmənlərimiz təkcə özləri düşmənlik etmirlər. Düşmənlərimiz bölgəmizdə, məntəqəmizdə Güney Azərbaycanın Güney Azərbaycanın torpaqlarına göz dikən terror dəstələrini silahlandırırlar. Hər gün silah, hər gün onları dünya məcmələrində daha doğrusu məzlum, ondan sonra nə bilim, haqları yiyilmiş kimi göstərməyə çalışırlar və bu baxımdan da təhlükələr hər gün getdikcə bizim Azərbaycan Türk millətimizin Güney Azərbaycan torpaqlarına çoxalır. Və bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanı Türkiyədən qoparsınlar, Türkiyəni Azərbaycandan qoparsınlar, güneyimizi quzeyimizdən, quzeyimizi güneyimizdən qoparsınlar və icazə verməsinlər ki, bu qopuq bölgələrdə, məntəqələrdə bizim Turan evimiz, bizim Turan dövlətlərimiz, bizim Turan demək ki, xəyallarımız neynəsin? Ortaya çıxsın. Əsas hədəf bundan ibarətdir. Strateji çox böyükdür. Bu stratejiyə biz çox güclü yanaşmalıyıq. Bu stratejiyə sadəcə gündəlik siyasətlərlə deyil, bəlkə demək ki, dərin stratejik Türk kimliyi üzərində yanaşmalıyıq. Əgər bu yanaşım tərs gedərsə, əgər bu yanaşım demək ki, bizim dövlətlərimizi siyasi yönlərə soğ verərsə, biz orada uduzacağıq. Orada uduzacağıq və mən son olaraq bunu demək istəyirəm ki, Vədud Əsədinin bu zəkalı, bu dərin müraciəti və bu dərin seçimi Azərbaycan Türk millətinin seçimidir. Güney Azərbaycan Güney Azərbaycan milli hərəkatının seçimidir və belə də olması bizim bütün dövlətlərimizin tərəfindən qəbul olmalıdır. Sağ və səlamət qalın.